Herkese salam. Bugün necə səmərəli şəkildə dərs oxuya bilərik, bu haqqda danışacağıq. Bildiyiniz kimi uşaqlığımızdan bir sistemə tabe olaraq imtahanlara hazırlaşırıq və bu imtahanlara hazırlaşarkən də özümüz üçün səmərəli üsulu tapmalıyıq. İlk olaraq məncə ən vaciblərdən biri budur ki, dərs oxuyacağımız ortamı səliqəli ala salıb oranı təmizləməkdir. Daha sonra isə keçirik dərsimizi oxumağa və yenə də ən əsas şeylərdən biri isə planımızı qurmaqdır. Düzgün planla, düzgün şəkildə davam eləsək, istədiyimiz nəticəni ala bilərik. Amma çalışmalıyıq ki, planların sayını düzgün seçək, çünki seçdiyimiz planları tamamilə yerinə yetirməsək, nəticə etibarilə motivasiyadan düşərik. Planımızı yazdığımıza görə keçirik dərsimizi oxumağa. Dərs oxuyarkən isə fikrimizi toplamağın yolunu tapmalıyıq. Mənim üçün isə bu mahnıya qulaq asmaqdır. Məncə mahnı, musiqi, bu cür şeylərə qulaq asaraq tayda diqqətinizi, fikrinizi toplaya bilərsiniz. İndi isə keçirik ən əsas maddəmizə. Bu isə təbii ki də dərs aralarında fasilə verərkən telefona baxmamaqdır. Yəni təbii ki də deyə bilərsiniz ki, dərs aralarında fasilə verərkən nə etməliyəm? Bunu da danışacağıq. Amma bundan əvvəl deyəcəm ki, əgər ki, səhvən əliniz telefonunuza gedibsə, onda kanalıma abunə olun, videonu bəyənin və yorumlarda öz fikirlərinizi mənimlə bölüşün. Bunları etməyi unutmadığınızdan əmin olaraq keçirik indi biz nə etməliyik sualının cavabına. Bu isə mən daxil bütün abituriyentlərin yaşadığı ən böyük problemlərdən biridir. Telefon, sosial media, bu kimi şeylərdən uzaq durmaq. Şəxsən mən özümdən misal götürsəm, mən bu barədə çox çətinlik çəkirəm. Yəni ki, sosial mediada telefondur, hər birimiz bu dövrün şagirdi, bu dövrün uşaqlarıyıqsa, təbii ki də sosial mediadan asılıyıq. Amma təbii ki də bu həyatda düzəldə bilməyəcəyimiz heç bir şey yoxdur. Yəni hər bir şeyin çarəsini tapa bilərik. Mən də çalışdığım qədər telefondan uzaq durmaq üçün hər bir proqrama sürət qısıtlama deyirlər. Bu kimi qısıtlamalar qoyuram və çalışdığım qədər telefondan uzaq dururam. Bu müddətdə isə özümə dərs oxuyarkən yeyib içə biləcəyim bir şeylər hazırlayıram. Bu arada hər birinizin də bayramı mübarək olsun. Və fasiləmiz bitdi. Keçirik növbəti dərsimizə, riyaziyyat işləməyə. Aha, hər birimizin yaşadığı ən böyük problem yaddaş problemidir. Yaddaş problemini aradan qaldırmaq üçün əsas olaraq özünüzün hansı yaddaşa meyilli olduğunu seçməlisiniz və yaxud da bunu öyrənməlisiniz. Hər birimiz müəyyən bir yaddaşa sahib oluruq. Məsələn, bu göz yaddaşı olsun, qulaq yaddaşı olsun, bu kimi şeylərdir. Qulaq yaddaşı bir şeyi eşitdikdə onu unutmamaqdır. Şəxsən mən özüm göz yaddaşına sahibəm. Yəni hər hansısa bir imtahanda bir şey unutduğumda gözümün qabağına gətirib o cür xatırlayıram. Bu isə sizdə fərqli ola bilər. Bunu isə yoxlayıb özünüz tapmalısınız. İnanın ki, sizin üçün ən rahat hansı olduğunu tapdıqdan sonra daha rahat olacaqsınız. Əsasda ikinci və üçüncü qrupların işinə yarayacaq. Ki bizim ən böyük problemimiz tarix, ədəbiyyat, bu kimi mövzuları yadda saxlamaqdır. Bu xronologiyalar olsun falan. Bunları tez-tez unuduruq təəssüflərlə. Amma təbii ki də unutmamamızın tək yolu isə bu deyil. Bu haqqda isə indi danışacağıq. Təbii ki də tez-tez təkrar eləməlisiniz, əsasda tarix kimi bir mövzuda. Bunun üçün isə özünüzə təkrar sistemini hazırlaya bilərsiniz. Bunun sayəsində əvvəlki mövzularınızı unutmayacaqsınız və daha yaxşı nəticələr əldə edəcəksiniz. Amma bu bəs deyil, təbii ki də qeydlər götürməlisiniz və bunun kimi qeyd dəftərləri də tutmalısınız. Bugünlük bu qədər. Hələlik!